Birləşmiş Ştatlar prezidenti Donald Trump Çin mallarına tətbiq olunan gömrük rüsumlarını 10% azaldıb. Dövlət başçısı bu barədə Çin Xalq Respublikasının sədri Xi Jinpinglə görüşdən qayıdarkən Air Force One təyyarəsində jurnalistlərə açıqlama verib. Trumpın sözlərinə görə qərar iki ölkə arasında əldə edilən yeni birlik ticarət sazişinin tərkib hissəsidir. Razılaşmaya əsasən ABŞ tarifləri azaldır, Çin isə ölkədən fentanil axınının qarşısını almaq istiqamətində konkret addımlar atacaq. Bildiyiniz kimi mən Çindən ixal olunan mallara ölkəyə gətirilən narkotik maddə fentanil səbəbindən 20% rüsum tətbiq etmişəm. Bu böyük bir rüsumdur. Mən bu faizi 10% aşağı indirmişəm. Çin üçün tariflərin ümumi səviyyəsi bundan sonra 47% təşkil edir. Çinlə ticarət sazişimiz yaxın vaxtlarda baş tuta bilər. Çünki bunun üçün ciddi maneələr yoxdur. Prezident əlavə edib ki, razılaşma bir il müddətində qüvvədə olacaq və daha sonra tərəflər onun yenidən nəzərdən keçirilməsini planlaşdırırlar. Trump həmçinin aprel ayında Çinə rəsmi səfər etməyə planlaşdırdığını bildirib. Bu səfərin ardından Çin lideri Xi Jinpingin ABŞ-yə cavab səfəri gözlənilir. Ekspertlər bu addımı ABŞ-Çin münasibətlərində son illərin ən mühüm diplomatik irəliləyişi kimi qiymətləndirirlər. Yeni sazişin xüsusilə də texnologiya, nadir torpaq elementləri və sənaye istehsalı sahələrində gərginliyi azaldacağı gözlənilir. Bu saziş həm ABŞ-nin texnologiya və kənd təsərrüfatı sektorlarını, həm də Çin üçün strateji məhsul ixracını stabilləşdirəcək. Eyni zamanda iki ölkə arasında gərginliyi azaldaraq gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaradacaq. Son razılaşmaya əsasən Çin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətləri bir illik müddətə yumşaldacaq. Bu, ABŞ sənaye və texnologiya sektorunda istehsalın sabitliyinə töhfə verəcək. Eyni zamanda Pekin Amerikadan kənd təsərrüfatı məhsullarının, o cümlədən soya və qarğıdalının idxalını artırmaq barədə razılığa gəlib. Ekspertlər bu addımı ABŞ-Çin münasibətlərində son illərin ən mühüm diplomatik irəliləyişi kimi qiymətləndirirlər. Yeni sazişin xüsusilə texnologiya, sənaye istehsalı və enerji bazarında gərginliyi azaldacağı gözlənilir.